Uşağı dünyaya gələn kişilərə 14 günlük ödənişli məzuniyyət veriləcək. Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır artıq və bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan əmək məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Qeyd edək ki, bu halda işçinin əmək haqqından tutulmalar olmayacaq. Yəni, işçi məzuniyyətə getdiyi 14 gün müddətində aylıq əmək haqqısını tam şəkildə alacaq. Bu çox yaxşı bir xəbər oldu, dəyərli izləyicilər. Və ümid edək ki, bu, belə deyək, stimullaşdırma ilə yanaşı uşaq pulları da hər halda veriləcək.